Sonra gəlirəm ən çox verilən suallardan birinə. Bahar xanım, mən ümumiyyətlə freelance işlər götürdükdə necə ödənişi təyin edə bilərəm? Ümumiyyətlə vergi öhdəlikləri necədir? Hardan baxa bilərəm? Nə qədər bank hesabları var? Hansı mükəlləfiyyətləri olub? Hansı mükəlləfiyyətlərdən keçib? Ümumi olaraq filialları varmı? Və hansı vergi orqanında qeydiyyatdadır? Bu kimi suallar çox gəlir mənə. Düzdür, bu sualın cavabını tam izahlı şəkildə verməsəm də, sizə ilkin yol ayrıcısında kömək edəcəm. Və buna görə də gələk hara? Əgər hər hansısa bir şirkətlə tanış olmaq istəyirsinizsə, ilk öncə o şirkətə daxil olursunuz. Taxsescov.az-dan daxil olursunuz internet vergi idarəsinə və burada sağ hissədən şəxsi məlumatlara daxil olursunuz. Burada vergi ödəyicinin məlumatları qeyd olunur. Sahibkarlıq subyekti, mikro sahibkar diqqət edirik buna. Qeydiyyatda olduğu tarixi, yəni qeydinə baxırıq, MMC olduğuna baxırıq, vergi tutma sisteminə baxırıq, hansı vergi orqanında qeydiyyatdadır baxırıq, fəaliyyət növünə baxırıq, fəaliyyət əsas fəaliyyəti varmı, əsasla bərabər əlavə fəaliyyət növü varmı? Baxırıq bunlara, diqqət edəcəyimiz obyektlərə baxırıq. Neçə dənə obyekti qeydiyyatdadır? Baxırıq. Lisenziyaları baxırıq. Yoxdur. Reyestr məlumatları, filiallar, şirkətin filialları, vergi ödəyicinin filialları burada qeyd olunur. Filialın, yəni vergi ödəyicinin kassa aparatı varsa burada qeyd olunur. Bank hesabları, nə qədər bank hesabı varsa vergi ödəyicinin burada qeyd olunur, açıqdır, bağlıdır hissəsi, bağlı olan bank hesabları burada görsənəcək. Mükəlləfiyyətlər, aktiv şəkildə bu vergi ödəyicisi bu vergiləri verir, mükəlləfiyyəti bu vergilərdir. Pasiv şəkildə isə əvvəllər sadələşmiş vergi ödəyicisi olub. Post terminallardan bu şəxsin 2 dənə post terminalı olub bu vaxta qədər. Biri rədd edilib, biri isə hal-hazırda post terminalı aktivdir. Biz bununla, belə deyək, ilkin versiyada vergi ödəyicini analiz edə bilərik və artıq ağır forması, ikinci forması isə, ikinci yolu isə büdcə ilə hesablaşmalardan şəxsi hesab vərəqəsi icmala. Şəxsi hesab vərəqəsi icmalına baxırıq. Ümumi neçənci ildən fəaliyyətdədirsə bu şəxs, o fəaliyyətdən bu vaxta qədər qeyd edirik və Excel formasında bütün hesabatları hazırlayıb Excel-ə indiririk və buradan da biz analiz edə bilərik ki, vergi ödəyicisi nə dərəcədə çətin, yaxud nə dərəcədə işləri rahatdır. Və buradan bütün icmala birbaşa şəxsi hesab vərəqədən analizimizi aparırıq. Bu qədər sadə.